Balıq çürüsünün əldə olunma prosesi bir neçə mərhələdən ibarət, xüsusi və zərif yanaşma tələb edən bir prosesdir. Belə ki, ilkin olaraq seçim mərhələsi baş tutur və seçim mərhələsində yalnız təbii şəraitdə yetişdirilmiş və sağlam balıqlardan istifadə olunur. İkinci mərhələdə isə bizdə təmizləmə və ayırma prosesi baş tutur. Bu prosesdə ilkin olaraq çürülər soyuq suda yuyulur, daha sonra isə zədələnmiş çürü dənəcikləri ilə sağlam çürü dənəcikləri bir-birindən tamamilə ayrılır. Bu prosesin görülmə zamanı bizim üçün əsas prioritet və öncəlik gigiyena qaydaları tutulur. Dördüncü mərhələdə isə duzlama prosesi baş tutur. Çürünün dad və keyfiyyəti onun həm də duzlama prosesindən də asılıdır. Məhz bu səbəbdən bu proses yalnız professionalların əhatəsində görülür. Daha sonra 5-ci mərhələdə qablaşdırılma və saxlama prosesi baş tutur. Bu proses zamanı məhsullarımız xüsusi qablaşdırılmada müsbət 2 dərəcə temperaturda saxlanılır və müştərilərin istəyinə uyğun çatdırılır. Beləcə, siz hər zaman fresh və təravətli çürülər əldə edirsiniz. Fərqindəyik ki, bir müəssisə üçün ən önəmli 2 faktor güvən və keyfiyyətdir. Bu səbəbdən Baliqo olaraq müştərilərimizə təqdim etdiyimiz hər bir məhsulun arxasında ciddi nəzarət və keyfiyyət dayanır. Məhz bu səbəbdən də həmçinin müştərilərimizin etimadını qazanmışıq deyə bilərik.